Hər vaxtınız xeyir, Sağlam Radio 93 FM dinləyiciləri. Mislinin baş sponsorluğu ilə qarşıdakı bir saat ərzində Offside mən Günay və Ceyhunla efirdə olacaq. Əvvəlcə bildirmək istəyərdim, bir məlumatı diqqətinizə çatdırmaq istəyərdim ki, milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tam qanuni və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsiniz. Beləliklə başladıq, Offside başladı. Salam Ceyhun, xoş gəlmisən. Xoş gördük Günay. Necəsən, keyfin, əhvalın? Yaxşıyam, ümidliyəm. Amma yorğunsan. Afan hesabat konferansında iştirak eləmisən. 3 saat deyəsən davam elədi. 3 saat davam edib. Əslində 2 saata yaxın bir müddətdə konferans davam elədi. Son 1 saatını isə elə demək olar ki 1 saat oldu. 56 dəqiqəlik səs yazması var telefonumda. Mətbuat konfransı keçirildi. Gəldim, çıxa bildim. Lap yaxşı. Biz indi bax oxuyuruq da saytlardan. Həqiqətən önəmli açıqlamalar var. İstəyir AFFA prezidenti Rövşən Nəcəf olsun. İcraçı vitse-prezident Sərxan Hacıyev də danışıb. Baş katib Cahangir Fərəcullayev. Amma sən özün orada olduğuna görə birbaşa iştirak etdiyinə görə mənə maraqlıdır ümumiyyətlə ab-hava necə idi orada, AFFA rəhbərliyinin açıqlamaları səmimi idimi, sənə necə görünürdü? Düzünü desəm, bu mənim iştirak elədiyim ilk AFFA-nın hesabat konfransı idi. Digərlərini ancaq belə deyək, kompüter arxasından izləmişəm, ekran qarşısından izləmişəm. İlk dəfəki hesabat konfransı üçün təəssüratlarım pozitivdir. Daha da pozitiv olması üçün əslində qarşıdakı günləri, ayları, illəri gözləməliyik ki, nəticələr necə olacaq. Və mən xüsusilə AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayevin bəzi fikirlər səsləndirdi və bundan sonra əslində fikirlərin müsbətə doğru dəyişdi ki, 3 punktu, 3 fikri burada da səsləndirmək istərdim. Əsas verilişimizə başlamamışdan əvvəl bunları yazdım. Azərbaycan futbolunun hazırki vəziyyəti ürəkaçan deyil. Bu səmimi sözlərinə görə təşəkkürümü bildirirəm və bundan sonra bildirdi ki, kadr potensialı və hazırki struktur kifayət deyil və bundan sonra yekun olaraq nöqtəni də qoydu ki, AFFA-da ciddi dəyişikliklər olacaq və bu üç fikir mənim üçün çox vacib idi və düşünürəm ki, AFFA-nın gələcəyi elə bunlardan asılıdır ki, dərdimizi bilirik, nə etməli olduğumuzu bilirik, nə edəcəyimizi bilirik. Günay, mən AFFA-nın say-hesabsız hesabat konferanslarında olmuşam. Bütün konferanslardakı çıxışları xəyalən yadımdadır. İlk dəfədir AFFA rəhbərliyi problemləri çılpaqlığı ilə etiraf etdi. Buna qədər bu problemlər gizlədilirdi. Bütün hamı bilirdi ki, mətbəxin içində olanlar, azarkeşlər, jurnalistlər, Azərbaycan futbolunda ciddi problemin olduğunu hər kəs dərk edirdi. Amma bundan əvvəlkilər çıxırdılar, ancaq şişirdilmiş rəqəmlər göstərirdilər, problemləri etiraf etmirdilər. Bax, əgər insanda bir xəstəliyi varsa, həkimə gedəndə həkim birinci ona diaqnoz qoyur. Diaqnoz qoymasa, o xəstəliyi müalicə eləyə bilməz həkim. Bizimkilər amma əvvəlki AFFA rəhbərliyi qəbul eləmək istəmirdi ki, Azərbaycan futbolunda köklü dəyişikliklərə ehtiyac var, iş görmək lazımdır, sıfırdan başlamaq lazımdır. Bu minvalla biz illəri itirdik. Baxın, Cahangir Fərəcullayev çox gözəl çıxış elədi. Bir kəlmə dedi ki, Azərbaycan futbolunu biz bir evə bənzətsək, burada kosmetik dəyişikliklərlə düzələsi iş deyil. Bu ev sınıq salxaqdır, bu ev qəzalı vəziyyətdədir, uçub. Bu evi təzədən sıfırdan söküb, təzədən biz yeni bir bina, ev inşa etməliyik. Bunu artıq dərk etmək, bunu etiraf etmək çox gözəl bir şey. Demək ki, bu insanlar nəsə iş görmək istəyirlər, ciddi iş ortaya qoymaq istəyirlər. Həqiqətən Azərbaycan futbolu onların da dediyi kimi hər sahədə ciddi problem var. Bizdə uşaq məşqçilərində ciddi problem var. Elə gedirlər 500 manat verdilər, C kateqoriyası oxudular, gəldilər. Amma ondan sonra uşaq məşqçisi özünü inkişaf elətdirirmi? Təkcə elə Barcelona məşqinə YouTube-da baxıb çıxıb məşq keçməklə olmur bu işlər. Psixologiyaya nə qədər bələddir, uşaqlarla necə işləyir o? Bizdə hakimlikdə ciddi problem var. Bizdə meydan ən böyük problemlər, başına ümumiyyətlə infrastruktur gəlir. Uşaqların, nəinki uşaqların, böyüklərin belə məşq eləmək üçün Bakıda nə qədər yer var. Bu günləri 20 yaşına çatmış Azərbaycanlı futbolçuların təxminən yarısı əməliyyat olunur dizindən. Bel problemi yaşayırlar, oynaq problemi. Niyə? Beton üzərində məşq eləməkdən, süni örtükdə məşq eləməkdən, təbii örtüklü meydançalara ehtiyacımız var. Bugün bizdə
işini bilən peşəkar futbol həkimi nə qədərdir? Fizioterapevt nə qədərdir? Reabilitoloq nə qədərdir? Diyetoloq nə qədərdir? Say problemlər bitmir. Amma əvvəlki AFFA rəhbərliyi nə edirdi? Ələlxüsusda uzun müddət baş katib, son illər isə icraçı vitse-prezident olmuş Elxan Məmmədov çıxırdı, deyirdi ki, Azərbaycandan falan qədər futbolla məşğul olur. 100 min uşaq. Xalqın uşağı Paris Saint-Germainə gedir. Xalqın uşağı Manchester City-yə gedir. Biz amma o rəqəmlərlə güyada 100 min insan futbolla məşğul. O 100 mindən 10 nəfər orta səviyyədə futbolçu üzə çıxarda bilməmişik bu illər ərzində. Bax, problem budur. Üstü bəzək, amma altı təzək. Məsələn üçün, bəzən insanı axmaq yerinə qoyurlar müəyyən layihələrlə. Berlində gedib Azərbaycanlılar üçün, Berlində yaşayan Azərbaycanlılar üçün futbol məktəbi açmaq bundan böyük fiyasko ideya ola bilməz. Sən Almandan yaxşı futbol öyrədə bilərsən kiməsə. Bu işin olsa məşqçiliyin ən yaxşı, ən səviyyəliləri Almanlarda oldu. Biz gedirik Berlində yaşayan Azərbaycanlılar üçün futbol məktəbi açırıq və falan qədər də ona vəsait ayrılır. Niyə? Sən şəkiliyə gedib piti yedizdirə, bəyəndirə bilərsən? Yox, zaten ən yaxşı pitini şəkidə pişirirlər. Sən gedib səlyanlıya balıq yeməyi öyrədə bilərsən. Ondan daha yaxşı balıq yeməyi pişirə bilərsən. Şor balıq, dolma balıq deyirlər, sonra balıq buğlaması. Və ya sən gedib Lənkəranlıya ləvəngini ondan daha yaxşı bişirib bəyəndirə bilərsən, ən yaxşısını o eləyir. Amma biz gedirik Almaniyada, Berlində futbol məktəbi açmaq istəyirdik. Bundan böyle bir fiyasko ola bilməz. Bu mətbuat konfransında əsas diqqət çəkən məqamlardan da biri oldu ki, sanki AFFA yenidən media ilə yaxınlaşmağa çalışırdı və futbol ictimaiyyəti ilə ümumiyyətlə yaxınlaşmağa çalışırdı ki, bunu da əslində yeni rəhbərliyin üzərinə bu günahı atmaq olmaz ki, onlara görə inam itib. Əvvəlki illərdə o verilən vədlərdən sonra vədlər nəticə vermədikcə bu illər ərzində o inam itib və bundan sonra AFFA-nın görəcəyi işlərə görə o inam, etibar yenidən formalaşacaq futbol ictimaiyyətində. Mən ümid edirəm, inanıram ki, olacaq. Ki ilkin təəssüratlar gözəldir. Bu konfransda, məsələn, hesabat konfransında adından bəlli, çox gözəl hesabat verdilər. Dedilər ki, bəli, bizdə problemlər var, bu problemləri həll etmək üçün biz ciddi iş görəcəyik, inkişaf strategiyası yazılıb, bu strategiya tətbiq olunarsa, mən buna çox inanıram, ümid edirəm. Həqiqətən də biz amma qısa müddətdə bunlar olmayacaq. Yəni 3 ilə 5 ilə biz nəticə qazana bilmərik. Məsələn, AFFA prezidenti Rövşən Nəcəfin yaxşı maraqlı bir açıqlaması vardı ki, qrupda 3-cü, 4-cü olmaq bu uğur deyil. Çalışmalıyıq ki, biz Avropa və ya dünya çempionatının əsas mərhələsinə vəsiqə qazanaq. Amma qısa vaxtda bu alınmayacaq. Məsələn, Rövşən Nəcəf orada ümid eləyir ki, biz Avro 2028-də vəsiqə qazana bilərik. Xeyr, biz Avro 2028-də vəsiqə qazana bilmərik. Yəni, indiki futbolçu nəsli ilə bu mümkün deyil. Bunun üçün biz yeni futbolçu nəsli yetişdirməliyik. Bəlkə 10 il, 12 il, 15 il sonra biz bəli istəsək düzgün iş qursaq, Avropa çempionatının final mərhələsinə gedə bilər. Amma Avro 2028-də bu mümkün olmayacaq. Bunu kim AFFA prezidenti Rövşən müəllimə, Rövşən Nəcəfə deyirsə və onu inandırıbsa, onu aldadırlar. Bu qısa vədədə 3 ilə 4 ilə bu mümkün deyil. Rövşən Nəcəfin xüsusilə belə deyək, dönə-dönə təkrarladığı bir ifadə var idi ki, bu da ekosistemin yaradılması. Demək istəyir ki, biz bilirik, vəziyyətimiz yaxşı deyil. Mənfi, negativlik içində olduğunu görürük, amma bir eko şəkildə, pozitiv şəkildə inkişaf etməliyik. Yəni, bu baxımdan onunla tamamilə razıyam. Həqiqətən də biraz pozitiv düşünmək lazımdır. Futbol mətbəxinin içində olan istənilən şəxs bu işdə dəstək olmalıdır. Yəni, biz əl-ələ verərək, bu işi istəyərək, Azərbaycan futbolunun gələcəyinə ümidlə baxaraq və gələcəyinin daha yaxşı olması üçün çalışmalıyıq və əlimizdən nə gəlirsə etməliyik. Və yenə Rövşən Nəcəfin bu ekosistem məsələsinə, o belə deyək, mətbəxin tərkibində olan bəzi ingrediyentlərə nəzər salsaq, mənə elə gəlir ki, burada klublarımızın, xüsusilə region klublarımızdan Turan Tovuzun, Qarabağın Avrokuboklarda qazandığı nəticələrin və eyni zamanda bayaq qeyd elədiyim futbol günü mədəniyyətinin formalaşdırılması və buradan da Sabah klubunun xüsusi rolu var. Sanki AFFA verdiyi qərarlarda klubların təcrübələrindən də yaxşı şəkildə istifadə edib. Ümumiyyətlə, federasiya və klublar sıx əməkdaşlıq çərçivəsində işləməli. Hamı bir-birinə kömək olmalıdır. Orada yaxşı, kim idi o açıqlamada vardı ki, uşaq futbolunda bəli, tək AFFA çalışır, amma klublar da bu işə dəstək olmalıdır. Onlar da uşaq futbolunun inkişafına nail olunmasına öz töhfələrini verməlidirlər. Yəni, bu sıx əməkdaşlıqda bir olmaq lazımdır. Başqa cür alınmayacaq.
Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və Ceyhunla bugünkü əsas müzakirə mövzumuz AFFA-nın hesabat konfransında və hesabat konfransının girişində də açıqlandı. AFFA-nın gəlirləri, xərcləri 2024-cü ildə AFFA-ya 44 milyon 347 min 238 manat daxil olub və bu məbləğdən müəyyən bir hissəsi Azərbaycan milli komandalarına xərclənib. Bura əsas milli komanda və aşağı yaş komandalarda, eyni zamanda futsal və çimərlik futbolu üzrə milli komandalarda daxildir. Bu məbləğ isə 15 milyon 708 min 658 mindir. Ümumiyyətlə biz baxsaq hesabat konfransına, AFFA-nın baş sponsoru Sokardır. Sokardan cəmi 13 milyon manat gəlib. Digərləri isə başqa yerlərdən gəlir. Təbii ki, burada UEFA-dan gələn ciddi məbləğ olur və sponsorlardan, tərəfdaşlardan. Bu çox yaxşı bir haldır ki, AFFA büdcəsi tək Sokardan gəlirlə formalaşmır. Demək, AFFA-da bu işi bacaran insanlar var ki, onlar artıq başqa şirkətlər tapırlar, kənardan da maliyyə cəlb oluna bilir AFFA-ya. Bu çox yaxşı bir haldır. Ceyhun, xərclərin bölgüsündə mənim əsas elə diqqətimi çəkən, elə cədvəlin də ilk hissəsində olan milli komandalara xərclənən vəsaitlərdir ki, mən düşünürəm ki, bu 15 milyon məsələsinə, demək olar ki, 16 milyona yaxındır. Bunu bölüşdürülsəydi, daha da detallara girilsəydi, daha yaxşı olardı ki, əsas milli komandaya nə qədər vəsait xərclənir, digərlərinə nə qədər? O ən çox vəsait əsas kişilərdən ibarət əsas A milli komandaya xərclənir. Çünki onların qalmaq xərcləridir, səfər xərcləridir və əlbəttə ki, uğurlu oyunlar olandan sonra bonuslar da verilir. Gündəlik xərclər var. Milli komandanın düşərgəsində olduğuna görə gündəlik xərclər də olur. Amma ümumi götürəndə, yəni görün nə qədər milli komandamız var bizim. Elə kişilərdən ibarət neçə komanda, əsas milli 21, 19, 17, qadınlar var, futsal da ora daxildir. Yəni belə baxanda böyük məbləğ kimi görünə bilər, amma futbol üçün elə böyük bir məbləğ deyil bu. Azərbaycan klublarına əsasən maraqlandıran xəbər bu idi ki, AFFA növbəti mövsümdən etibarən nə qədər məbləğ ayıracaq. Bu məbləğ daha öncə hər kluba 3 milyon idisə, bundan sonra 2,5 milyon manat məbləğ vəsait ayrılacaq klublarımıza. Bəli, çünki Premier Liqa. Klub sayı artacaq Premier Liqada. Əvvəl 30 milyon 10 komanda arasında bölünürdü, ərəsinə 3 milyon düşürdü. İndi isə 12 komanda arasında bölünəcək və 2 milyon yarım. Burada 500 min manat itirəcəklər klublar, yarım milyon manat. Yəni, məsələn, tərəfdaşı olan, sponsor olan klublar üçün bu çox böyük bir itki deyil. Düzdür, puldur. Heç kim istəməz bu 500 min itirsin, amma deyək ki, bu Sabahı olsun, Neftçisi olsun, Qarabağ olsun, Zirəsi olsun, Sumqayıtı olsun. Yəni, bunlar üçün bu ciddi bir məbləğ deyil. Amma kənardan sponsor olmayan klublar üçün bu ciddi itki olacaqdır. Məsələn, Şamaxı, əgər Şamaxın kənardan elə çox köməyi dəymir. Onlar üçün 500 min ciddi itki olacaq və buna görə də artıq klublar çalışmalıdırlar ki, tək dövlətdən gələn o dotasiyanın ümidinə qalmasınlar. Özləri də çalışmalıdırlar, kənar investorlar cəlb olunsun klublara ki, onların bir maliyyə dayanıqlığı, sabitliyi olsun. Mətbuat konfransında da əslində bu detal diqqət çəkdi ki, Rövşən Nəcəb klubları daha çox özlərinin gəlir əldə etməyi üçün mənbələr tapmağa səslədi. Klub atributlarından oyun günü əldə ediləcək mümkün gəlirlərdən yararlanmağa istifadə etməyə çağırdı. Və bu da bizi bir suala gətirib çıxarır. Azərbaycan və Avropa arasında futbol günündə, oyun günündəki fərqlər. Kəskin fərq var. Bizlə Avropa arasında kəskin fərq var. Avropada sanki insanlar həftə içi işləyib, həftə sonu futbola bir bayram kimi, istirahət kimi yanaşırlar. Ailələrini götürürlər, gedirlər, stadiona saatlar əvvəl gəlirlər, stadionun o kafesində, restoranda, iaşə obyektində yemək yeyirlər, ona da pul xərclər. Çünki oradakı yemək qiyməti, içki qiyməti ilə kənardakı arasında fərq var. Klub buradan da qazanır. Klublarının formasını, atributlarını alırlar, klub buradan qazanır. Bilet qiymətləri Avropada kifayət qədər yüksəkdir. Məsələn, Borussia Dortmund hər oyunun evində 80 min azarkeşi gəlir. Gör, 80 min insandan Dortmund nə qədər pul qazanır. Orada teleyayımdan gələn xərclər başqa olur. Bu baxımdan bir brend olmalısan ki, sən pul qazana biləsən. Biz təqdim etdiyimiz məhsulun keyfiyyətini artırmalıyıq ki, Azərbaycanlı azarkeş stadiona gəlsin, stadiona baxsın. Yaxşı oyunların səviyyəsi çox olmalıdır. Komandalar güclənməlidir. Yaxşı futbol sərgiləməlidirlər ki, bizdə də yavaş-yavaş o
Avropadakı o azarkeş mədəniyyəti, futbola gəlmək, klubuna pul qazandırmaq mədəniyyəti formalaşsın. Hesabat konfransı ilə yekunlaşdırmağa çalışıram, lakin bir məsələ də yadıma düşdü, bunu da xatırladım. Rövşən Nəcəf legioner limitinin ləğvinə də bir münasibət bildirdi və qeyd elədi ki, əgər Azərbaycanlı futbolçular ilk üçlükdə qərarlaşan klubları çıxmaq şərti ilə 4-cü yerdən aşağıda qərarlaşan komandalarda əsas heyətə düşə bilmirlərsə, o zaman Azərbaycan milli komandasının gələcəkdə hansı uğrundan söhbət gedə bilər? Tam reallığı danışır. Reallığı deyir AFFA prezidenti. Bizim futbolçularımız legioner limiti ləğv olunub deyə əllərini, qollarını yanlarına salmamalıdırlar, həvəsdən düşməməlidirlər. Çalışmalıdırlar ki, gələn legionerdən daha yaxşı oynasınlar, öz çatışmazlıqlar üzərində işləsinlər, daha çox məşqlərdə o zəif tərəflərini aradan qaldırsınlar, yaxşı tərəflərini biraz da təkmilləşdirsinlər. Yəni gələn legioner olsa bura kim gəlir? Avropanın ən önəmli futbolçuları gəlməyəcək ki bura. Sən Juventusdan, Interdən, Barcelonadan Lamin Yamal gəlməyəcək ki bizim klublar. Yəni deyəsən ki, bu başqa səviyyədir, mən bununla bacarmaram. Gələn legioner, orta səviyyəli legionerlər gələcək və sən çalış, məşqçiyə göstər ki, mən ondan zəif deyiləm və klubun əsas heyətdə oyna. AFFA-nın bugün keçirilən hesabat konfransı ilə yekunlaşdırırıq və verilişimizin yarısına qədər müddəti ona həsr elədik və keçid edirik Azərbaycan Misli Premyer Liqasında yaşanan hadisələrə, olaylara. Bugündən etibarən 30-cu tur start götürür. Yeri gəlmişkən konfransda Qurban Qurbanov da iştirak eləməmişdi. Komanda bugün Səbail ilə üz-üzə gələcək, Bayılda keçiriləcək qarşılaşma və bundan əlavə AFFA-nın sonuncu icraya komitəsinin iclasında da görülməmişdi. Ümumiyyətlə biraz prosesləri yaxından bilməyən tamaşaçılar, azarkeşlər üçün deyim ki, artıq futbol çox dəyişib. Oyun günü də məşq eləyir klublar. Oyun günü səhər bir yüngül məşq eləyirlər və Qarabağ bunu illərdir eləyir. Bu baxımdan Qurban Qurbanovun iclasa qatılmaması, konfransa qatılmaması tam başa düşüləndi. Çünki komandasının axşam oyunu var Səbaillə və komandasını bu gün səhər məşqə çıxarıb. O baxımdan əlbəttə ki, o fikrini öz klubuna yönəldib daha. Bu da tam başa düşüləndi. İkincisi də ki, konferansın onsuz da gündəliyi əvvəldən bəllidir. Orada kimlər çıxış edəcək. Burada bir icraiyyə komitəsinin iclası deyil ki, taliyə yüklü qərarlar veriləcək. Orada Qurban Qurbanovun fikrinə ehtiyac var. Konferansda Qurban Qurbanov orada yəni getsəydi, məsələn, sənin kimi orada bir statistik tamaşaçı rolunda olacaqdı. Oturacaqdı kənarda, sadəcə danışılanlara qulaq asacaq idi. Amma onun bu günə klubda oyunu var və klubuna üstünlük verməlidir. Misli Premyer Liqasının 30-cu turunun qarşılaşmalarına keçid eləməmişdən qabaq 30-cu tur öncəsi həftə ərzində baş verənlərə bir nəzər salacaq. Əsas sensasiyanı Sabah klubu partlatmışdı ki, Çempionlar Liqası gecəsinin oyunları başlayan vaxtlarda dəqiqələrdə bir paylaşım elədi. Sensasiyalı Neftçi klubu və Elvin Camalov barədə. Belə doğrudan biraz, mənə elə gəlir sadəcə biraz bu məsələn Sabah klubu şirtdir. Yəni bir komandanın futbolçusunun digər komandanın futbolçusuna danışması, yəni məncə bu dünyanın hər yerində var və Azərbaycanda illərdir bu var. Ümumiyyətlə deyək ki, Sekidikana əgər Neftçi istəyirsə, inanmıram ki, bir futbolçunu ona xəbər göndərsin. Yəni məncə bir məsələ biraz şirdir. Ola bilsin ki, Elvinlə burada Sekidika, ola bilsin yox, yəni fakt ki, danışıblar, Sekidika gəlib bunu deyib. Sadəcə onun fikrini öyrənib ki, sən bizə gələrsən, məşqçi səni bəyənirmi? O da yəqin nəsə bir fikrin deyib və bu kimi hallar illərdir olur Azərbaycan futbolunda. Mən bunun çox da böyüdülməsinin tərəfdarı deyiləm. Əvvəl deyib və burada bir məsələ də olub. Sən az öncə qeyd etdin ki, yəqin ki, Neftçi klubu rəhbərliyi istəyir ki, bu futbolçunu. Lakin Sabah klubuna rəsmi olaraq müraciət etməyiblər ki, klub da paylaşımında, bəyanatında bildirib ki, bizə klub tərəfindən rəsmi bəyanat olunmayıb, nə də ki, futbolçunun agentinə. Yəni burada Sabah klubu əlbəttə ki, haqlıdır. Əgər sənin futbolçu kimsə istəyirsə, kluba rəsmi müraciət olmalıdır, ya da futbolçunun agentinə. Amma mən burada ciddi bir təklifdən söhbət getdiyini düşünmürəm. Sadəcə bir futbolçu digər futbolçuya, hansı ki bunlar münasibətləri var, illərdir bir yerdə oynayırlar. Sadəcə onun fikrini soruşub ki, bizə gələrsənmi, məşqçi səni bəyənir. Belə, yəni belə deyim, nəbz yoxlanışıdır bu. Konferansdan sonra Maqsud Adgözəlov da, Sabah klubunun prezidenti də jurnalistlərə yaxınlaşdı və açıqlamalar verdi. Bu məsələyə də toxunuldu və o qeyd elədi ki, futbolçu ilə müqavilə artıq yanvar ayından etibarən yenilənib və 3 il müddət, 2 il üstə gəlib 1 illik idi. Yanvar ayından etibarən artıq 3 illik məsələsi rəsmiləşib və buna əsas gətirdi ki, bir klub digər futbolçu, komandanın futbolçusu ilə 6 ay qalmış müqavilənin başa çatmasına əlaqə saxlamalıdır. Yəni burada əslində Sekdik orada cavab verməlidir ki, mənim klubumla müqaviləm var. Sən mənlə niyə danışırsan və ya təklif sənin vasitənlə mənə niyə gəlməlidir, ay Elvin?
Burada Sekidikanın da bir təqsiri var ki, ümumiyyətlə demək Sekidika özü də maraqlıdır da, olan Neftçidə getməkdə, Sabahı tərk etməkdə. Demək Sekidikanın özü də maraqlıdır bu işdə. Bəli, bir müddət mediada da söz-söhbətlər vardı. Bu təsir eləyəcək yəqin ki, Azərbaycan Kuboku qarşılaşmasında, cavab qarşılaşmasında Ağqaralara. Yəni məsələn üçün Neftçi Sabah tərəfi düşünürsə ki, Sekidika beyni, fikri başqa yerdədir. Deyək ki, ən az Neftçiyə qarşı oynamayacaq tam gücünə. O zaman cavab maçında Sekidikanın istifadə etməsin Sabah. Və yenidən bu məsələ ilə yekunlaşdıra bilmirik bir cür. Bəyanatın sonunda da Sabah klubu bildirmiş ki, AFF-yə müraciət olunacaq potensial danışılmış oyun məsələsinə görə. Nə istəyirlər onu eləsinlər, müraciət edə bilər. Amma mən inanmıram burada nəsə bir AFF Neftçiyə bir cəza verəcək, yəni nəsə bir şey eləyəcək. İnanmıram. Yəni çünki bu cür hallar illərdir olur. Beləliklə qaydırıq Misli Premyer Liqasının 30-cu turuna və turun ilk qarşılaşması az öncə də qeyd etdiyim kimi Səbail və Qarabağ komandalar arasında baş tutacaq. Asko Arenada keçiriləcək bu qarşılaşma bugün saat 19:00-da. Yəni Səbail çayda, dənizdə qıcı olmadan batan insan kimidir. Yəni orada ümidsizsən, amma saman çöpü görəndə də o saman çöpündən yapışırsan, bilirsən ki, saman çöpü səni xilas etməyəcək. Səbail bu dəqiqə o vəziyyətdədir. Artıq normalda məsələn adi vaxtı Qarabağla qarşılaşsan, Səbail kimi zəif komandalardan söhbət gedir. Yəni ona məğlubiyyət tam normal qarşılanırdı. Amma Səbail artıq o vəziyyətdədir ki, Qarabağdan belə xal almalıdır. O baxımdan yəni Səbailin işi çətindir və çalışmalıdır ki, bugün Qarabağı büdrətsin. Yoxsa qala bilməyəcək. Səbail ya sənin də dediyin kimi ya böyük bir qəhrəmanlıq göstərməlidir, ya da artıq taleyi ilə barışmış bir Səbail görəcək meydanda. Turun digər qarşılaşması isə Toronto və Sabah komandalar arasında baş tutacaq. Sabah Tovuz şəhər stadionunda saat 17:00-da. Bu sözsüz ki, turun ən önəmli oyunudur. Turun mərkəzi maçı biz saya bilərik bu oyunu. Sabah əgər Toronto-a qalib gələrsə, ciddi şəkildə 4-cü yerə iddia eləyə bilər. O baxımdan Sabah yəqin ki, bu maçda çalışacaq 3 xal qazansın. Və aslında qazanmalıdır. Çünki Sabahın iddiaları davam edəcəksə, iddialı kimi görünmək istəyirsə, yəni Toronto-a qalib gəlməlidir. Hər iki komanda ötən turda xal itirmişdi. Sabah məğlub olmuşdu. Toronto isə heç-heçəyə razılaşmışdı. Bu qarşılaşmadan hansı komanda daha üstün ayrıla bilər? Mən düşünürəm ki, Toronto yenə ehtiyatlı oynayacaq. Baxmayaraq ki, o maç Tovuzda keçiriləcək. Toronto oyun planında son vaxtlar çox ciddi geriləyib, çox ciddi geriləyib. Amma Sabahın oyunu demək olmaz ki, bərbaddır. Amma Sabah da o nəticələr qazana bilmir. Sabitlik çatmır bu komandada. Mən düşünürəm ki, bu maçın favoriti Sabahdır və Sabah Tovuzda qalib gələ bilər. Liqanın digər qarşılaşması isə Sumqayıtda baş tutacaq. Şamaxı Sumqayıtın Vaqif Cavadovun komandasının qonağı olacaq 12 aprel saat 19:15-də. Şamaxıda heyətdə itkilər var, Rafael Məhrəmli yoxdur, Mikels geri döndü və dönən kimi də dərhal zədələndi. Oyun da Sumqayıtda keçirilir. Məncə bu oyunun nəticəsi heç ola bilər, amma yəni Şamaxının qalib gələcəyinə inanmıram. Məncə Sumqayıt ya udar ya da heç eləyər bu maçda. Və turun digər qarşılaşması Kəpəz və Araz Naxçıvan komandaları arasında baş tutacaq ki, 13 apreldə başlayacaq 17:00-da bu qarşılaşma. Hər iki komanda son turda qələbə qazanıb. Kəpəz də yaxşı formadadır. Araz Naxçıvan da son oyunda komanda yaxşı futbol sərgilədi. Maraqlı görüşlərdən biri olacaq və hər üç nəticə qeyd alına bilər bu maçda. Turun digər qarşılaşması isə Neftçi və Zirə komandaları arasında baş tutacaq. Biraz gözlənilən turun ən maraqlı qarşılaşmalarından biridir. Toronto Sabahla yanaşı. Bəli. Bu qarşılaşma 13 aprel tarixində 19:15-də baş tutacaq. Təxminlərin nədir? Toronto Sabah, Neftçi Zirə. Bu iki maç bu turun bəzəyi olacaq. Ən yaxşı maçlarıdır. Zirə çox yaxşı formadadır. Son vaxtlar Zirə yaxşı irəliləyir. İnamla ikinci pillədə gedir. Mövsümü ikinci pillədə başa vurmaq istəyirlər Qarabağdan sonra. Neftçidə də yavaş-yavaş o tərpənişlər biz hiss edirik. Artıq 5-ci pillədəki Sabahdan cəmi bir xal geri qalırlar. Neftçi yəqin ki, indi belə bir ehtimal kimi nəzərə alır. Haqq hesab edir ki, Sabah Tovuzda xal itirə bilər, məğlub ola və heç şey eləyə bilər. Bu baş verərsə biz də Zirəni məğlub edəriksə, həm
5-ci pilləni ələ keçirmiş olarıq və 4-cü pilləyə də iddiamız yarana bilər. Bu baxımdan Neftçi üçün oyun çox önəmlidir. Elə Zirə üçün də. Zirə çünki 2-ci pillədəki 3-cü pillədəki Araz Naxçıvandan cəmi 4 xal irəlidədir. Bu fərqi qorumaq üçün Zirə də yəqin ki ən azından 1 xal üçün meydana çıxacaq və ya qələbə üçün, yəni uduzmamaq üçün oynayacaq Zirə komandası. Beləliklə, Misli Premyer Liqasının 30-cu turunun qarşılaşmalarının nəticələri necə olacaq bu həftə görəcəyik və dünən keçirildi UEFA Avropa Liqası və Konferans Liqasının 4-1 final qarşılaşmaları üzrə ilk görüşlər baş tutdu. 8 maraqlı oyun izlədik bütün hər iki liqa çərçivəsində. Diqqət çəkən məqamlardan biri bu Glimtin, Qarabağın Avropa Liqasının liqa mərhələsində qələbəsinin olduğu yeganə komandanın Lazionu 2-0 hesabla məğlubiyyətə uğratması idi Ceyhun. Həqiqətən inanılmaz nəticədir. Norveç futbolunda, klub futbolunda son illər ciddi inkişaf var. Bəli, Qarabağ Avropa Liqasının əsas mərhələsindəki yeganə qələbəsini Bodo Glimt üzərində qazanıb və səfərdə Norveçdə. Amma həmin oyunu mən xatırlayıram. Bodo Glimt üstün oynamışdı Qarabağdan. Qarabağın bəlkə də ən zəif oyunu idi bu mərhələdə. Yəni Qarabağ Tottenham'a da qarşı İngilis klublarına qarşı, Tottenham'a da qarşı yaxşı oynamışdı. Ajax'a qarşı da pis oynamamışdı, amma Norveç komandasına qarşı ümumiyyətlə bacarmamış. Yəni həmin oyunda Qarabağ biraz da bəxt sayəsində qələbə qazandı. Ümumiyyətlə Bodo Glimt çox yaxşı komandadır və yəni bu cür klubları izləmək lazımdır ki, necə olur ki, bunlar elə də böyük büdcələri olmadan bu nəticələr qazanırlar. Məsələn, Qarabağ oynayanda 20 milyon səhv eləmirəmsə bir büdcəsi var idi. Yoxsa indi 20 milyondur. Məsələn, Konferans Liqasının 4-1 finalında o Sloveniya komandası var. Adını ilk dəfə də eşitdim. Adını dünənləri ilk dəfə eşitdim. Celje. Bəli, Celje komandası. Bu Sloveniya klub futbolu çox aşağı səviyyədədir. Yəni mən gözləmə inanmadım ki, Sloven klubu Konferans Liqasının 4-1 finalında oynayır. Məsələn, bizdə Azərbaycanda hələ heç bir klub 4-1 final oynamayıb. Qarabağ 8-1 oynayıb. Əslində Avropa Liqasına da bir ilk yaşana bilər əgər Bodo Glimt yarımfinala çıxarsa. Norveç klubları arasında ilk klub olacaq ki, yarımfinal mərhələsində hələ 4-1 finalda oynamağı belə bunun bir ilkdir. Biz də çalışmalıyıq bu yerlərə gələk. Yəni tək bunu Qarabağdan gözləmək lazımdır. Digər klublarımız da artıq çalışmalıdırlar. Böyük büdcəsi olan klublardan söhbət gedir də. Bu Neftçidir, Sabahdır. Bunlar da artıq qarşısına hədəf qoymalıdırlar ki, biz də Avropa kuboklarda əvvəlcə əsas mərhələyə düşək, sonra qruplardan çıxaq. Biz də gedək play-off oynayaq, 8-1, 4-1 final oynayaq. Yəni niyə də olmasın? Niyə bizim klublar buna nail olmasınlar? Bunun üçün çalışmaq lazım. Bunu hədəf kimi qarşılarına qoymalıdırlar. Klublarımız bunu qarşıdakı illərdə bəlkə də bacaracaqlar, amma futbolçularımız bəlkə də bəzi futbolçularımızı bu dəqiqə Konferans Liqasının 4-1 finalında görə bilərdik. Dünən bu liqanın qarşılaşmalarına nəzər saldım. Burada iki tanış bir ad diqqətimi çəkdi. Legia Chelsea 0-3 hesabla məğlub olub, Djurgården komandası isə Rapid'ə 0-1 hesabla məğlub olub, lakin bu mərhələyə qədər gəlib çıxıb və bu komandalar bizə hardan tanışdı? Azərbaycan milli komandalarının üzvü Mahir Emreli və Musa Qurbanlıdan. Yəni Musa Qurbanlının ümumiyyətlə getdi o qələm getdi Ceyhun. Musa Qurbanın ümumiyyətlə karyerası çox uğursuz alındı. Yəni İsveç karyerasından söhbət gedir. Mən açığı gözləyirdim ki, Musa orada özünü göstərə biləcək, amma heç cür alınmadı və Qarabağa geri qayıtdı. Amma Mahir ümumiyyətlə karyerası məncə çox yaxşı gedir, davam edir. Məsələn, həmin vaxt Mahir Legiyaya gedəndə Qarabağ ona təxminən Legiyanın verəcəyindən 2 dəfə çox pul təklif eləmişdi. Mahir pulu seçmədi. Mahir istəyirdi özünü Avropada göstərsin və bu günə qədər də Avropadadır Mahir. Mən bilən Mahirə pul baxımından, maddi baxımından bu illər ərzində ciddi təkliflər gəlib. İrandan olub, Səudi Ərəbistandan olub. O pulu seçsəydi gedərdi oralara. Amma o Avropa karyerasını üstün tutur və demək olmaz ki, Mahirin karyerası pis alınıb. Xeyr. Baxırsan ki, Mahir getdi, Polşada çempion kluba getdi, oradan getdi Xorvatiyada çempion kluba, Zagrebə, Türkiyə Super Liqasında oynadı bu arada və indi də 2-ci Bundesliqada yaxşı bir klubdan. Yəni Mahirin karyerası məncə normal davam edir və bu dəqiqə son illərdə Azərbaycanlı futbolçuların içərisində ən yaxşı karyera Mahir Emrelidədir. Bu futbolçularımız, adı çəkilən oyunçularımız Legia və müvafiq olaraq Djurgården komandalarında çıxış etsəydilər, belə deyək, futbolçularımızın hesabına bu komandaları 4-1 finalda görə bilərdikmi? Onu bilmək olmaz. Yəni əlbəttə biz də istəyərdik ki, futbolçularımızı bu səviyyəli turnirlərdə yuxarı
səviyyəli oyunlarda görək, 4də 1-lərdə yarım finallarda görək, amma təəssüf ki, hələ ki görməmişik, amma ümid edirik ki, nə vaxtsa olacaq. Avropa Liqasında daha iki qarşılaşmanın nəticəsinə fikir vermək istəyərdim ki, 4də 1 finalda Lyon Manchester United-la 2-2 hesablı heç-heç elədi. Tottenham isə Eintracht-la 1-1 hesablı heç-heçəyə razılaşdı. Manchester United-ın oyunu xüsusilə diqqət çəkdi ki, son dəqiqələrdə Andre Onana topu əlindən yerə buraxdı və bundan sonra rəqib topu göndərdi qapıya. Bununla da Manchester United-ın qələbəsi əldən getdi, qatara getdi. Yəni ümumiyyətlə Onana biz Manchester United karyerasına baxsaq, xüsusən ötən mövsüm çox ciddi səhvlərə yol verirdi. Olur bəzən, yəni şanssızlıqdır, qapıçıların başına gələ bilər. O şanssızlıq məncə Onanada artıq keçib. Çünki bir statistika oxumuşdum limiti doldurub ki, Avrokuboklarda ən çox Premier Liqa klubları arasında Avrokuboklarda ən çox səhv etmiş qapıçı məhz Manchester United-ın qapıçısı Andre Onanadır. 8 dəfə səhvi ucbatından top buraxıb. Və çox maraqlı ki, onunla belə də digər qapıçı, məsələn Türkiyəli qapıçı Altaya şans vermirlər, Altay Bayandıra. Çox az oynayır da demək olar ki, hələ Onananın əvəzləşisi qismindədir. Bu qədər qapıçı səhv eləyir, hələ də ona inanırlar. Düzdür. Reklam və musiqi fasiləmiz olacaq. Daha sonra qayıdırıq efirə. Dalğan dəyişməyin. Sağlam Radio 93 FM-də qalın. Sağlam Radio 93 FM-də Upside-ı dinləyirsiniz. Son dəqiqələrimizdir Ceyhun və dünən axşam bir maraqlı bir afişa qabağıma çıxdı. Elə hazır bugün AFFA-nın Hesabat konfransında da oyun günü çağırışlarından danışırdıq. Bu lap üstünə düşdü məsələnin. Kərvan və İmişli komandaları arasında bugün 16:30-da qarşılaşma keçiriləcək 1-ci liqada və həmin qarşılaşma ilə bağlı bir poster paylaşılıb. əllə çəkilib A4 vərəq üzərində. Amma çox səmimi gəldi mənə. Həqiqətən səmimi gəldi. Bilirsən niyə? Biz elə xoşduruq ki, hamı belə eyniləşdirir, hamı belə sanki inkubatordan hamı eyni cür danışsın, hamı eyni cür görünsün. Bax, normalda məsələn o printerdə yazılsaydı, çap olunsaydı bəlkə də bu qədər diqqət cəlb etməzdi. Amma yanından ötüb keçirdi. Amma bunu görəndə şrift fərqlidir. Daha səmimi gəlir, bir nostalji hiss yaşayırsan. Sanki 30 il əvvələ qayıtmısan o printer olmadığı dövrlər. Amma həqiqətən mənə çox səmimi gəldi o. Yevlaxlar paylaşıblar, hazırlayıblar bunu yəqin ki, böyük ehtimalla və bu Kərvanın elə bir keçmişlərinə apardı ki, həmin dönəmlərdən sanki elə bir Kərvan o dönəmlərdən çıxıb gəlir yavaş-yavaş Premier Liqaya. Bəlkə də o dönəmdəki Kərvanın anonsu verilir ki, biz qayıdırıq Premier Liqaya, istəyirik güclü komandamız olsun. Bu arada indi 16:30-da başlayır oyun. Çox önəmli oyundur. Bir xal geridədir İmişli Kərvandan. Yəni ikinci il uğrunda əsas oyundur bu. İkinci il uğrunda. Və birinci liqaya gəlincə artıq dəqiqləşib demək olar ki, rəsmiləşməsə belə təxmin artıq edirik ki, növbəti mövsümdə İmişli və Kərvanı liqada görəcəyik. Ceyhun, bu həftə Çempionlar Liqasının oyunları keçirildi. Yenidən qayıdacağam Çempionlar Liqasına. Yekunlaşdıracağam maraqlı bir sorğu ilə ki, sorğunu həm də izləyicilərimiz arasında keçirmişik. 1700-dən çox izləyicimiz sorğuda iştirak eləyib. Bu il qızıl topu kim qazanacaq? Çempionlar Liqasında Barselonanın futbolçuları, xüsusilə elə Barselona bu il liqanı kubok götürəcək əsas namizədlərdən biridir və futbolçuları da namizədlərdəndir. Namizədlər də bir-birlərindən seçilmirlər, belə deyək, üstünlükləri, bir əksikləri yoxdur ki, hansı qazanacaq qızıl topu? Bu il səncə qızıl top kimə qismət olacaq? Bunu bu dəqiqə demək çox çətindir. Gərək gözləyək Çempionlar Liqası bitsin. Çünki qızıl top təqdim olunarkən orada bir neçə kriteriyalar var. Onlara önəm verilir. Həm futbolçunun şəxsi göstəriciləri, klub səviyyəsində həmin ildə qazandığı nailiyyətlər önəm verilir. Bir də milli səviyyəsində. Bu illər milli səviyyəsində böyük turnir yoxdur. Nə Avropa çempionatı var, nə də dünya çempionatı. Bu baxımdan burada futbolçunun oynadığı klubdakı göstərdiyi performans və o klubun Çempion Liqasında göstərdiyi nəticə həlledici ola bilər burada. Ona görə tələsmək lazım deyil. Amma mənim maraqlıdır orada sorğuda məsələn izləyicilər kimi favorit görürlər. Sorğularda əvvəlcə kimlərin adlarını yerləşdirmişəm. Bəziləri öz variantlarında yazıb bu seçimdə yerləşdirmişəm. Rafinha, Kylian Mbappe, Robert Lewandowski, Mohamed Salah, Vinicius Junior, Lamine Yamal, yoxsa Harry Kane və ya öz variantlarını yaza bilərdilər ki, izləyicilərimiz bundan istifadə etdi. Nərman Axundzadənin adını yazanlar belə var idi. Səsvermənin nəticəsinə gəlincə ən çox Rafinha'ya səs gəlib 39%. Rafinha doğrudan çox yaxşı mövsüm keçirir. Yəni karyerasının zirvəsidir bu mövsüm. Amma yenə də bilmək olmaz indidən çətin nəsə proqnoz vermək. Barselona finala çıxsa və Çempion Liqasını qazansa
Rafinha və ya Yamaldan ikisindən birinə verə bilərlər. Onun ən yaxın izləyicisi səncə kimdir? Kim? Lamine Yamal. Bildirdin. Sən də bildirdiyin kimi. Ceyhun, bu həftəlik bizim üçün ayrılan vaxt başa çatır və bu günlük də vaxtımız başa çatır. Bir də səni gələn həftə görəcəyik. Bu gün təşəkkürlər gəldiyin üçün və maraqlı söhbətin üçün. Mən təşəkkür edirəm, sağ ol. Bir saat ərzində Offside dinlədi. Sizinlə gələn həftəyə qədər sağollaşıram. Gələn həftənin birinci günündə Offside düşməyi unutmayın. Hələlik.